Tamam. Sakin ol. Sakin ol. Arkadaş edinmek iş mi ya? Kendi sürümü kurarım. Yaparım ben bunu. Salam kanal izləyicilərim. Bugün sizlərlə gördüyünüz bu CD toxuyacağıq. Mən bunun içərisindən millə keçirmişəm. Ona görə biraz çətin alınır toxumaq. Ancaq bacardığım qədər başa salmağa çalışmışam addım-addım. Toxumaq üçün bizə əsas bej rəngi lazımdır. Biraz ağ, korичневый və qara rənglər lazımdır sap olaraq. Əlavədə 2 ədəd xırda göz lazımdır. İndi isə toxunuşa keçə bilərik. Toxumağa ayağı, qolu və gözünü toxuyaraq başlayıram. İlk öncə sehirli halqa içərisinə ilmələr çıxardacağam. Bunun üçün sehirli halqanı belə götürürəm. Sapı belə qatlayıram bu qaydada. Sonra kurçoku buradan salıram və arxadan sapı dartaraq çıxardıram və bir zincir toxuyuram. Daha sonra bu halqanın içərisinə ayaq üçün 9 sıx iynə toxuyuram. 1 2 Bu qaydada 9 sıx iynə toxuyuram. Daha sonra bu sapı dartıram. Sehirli halqam artıq hazır olur. Üst sıraya keçərkən ilk öncə sıranın bu hissəsindən burada, baxın, bu ilmələrdən yox, buradan qırçokumu salıram və arxadan sapı çıxardıram. Bir dəfə sürüşdürmə edirəm. Daha sonra bu sürüşdürmə etdiyim yerin buradakı hörüyün, belə aydın göstərim, bu hörüyün arxa tərəfindəki sapdan qırçokumu keçirirəm. Bir daha göstərim, bu hörüyün arxa tərəfindəki sapdan qırçokumu keçirirəm və ilməni buradan çıxardıram. Burada 2 ilməm oldu. Yenə də sapı qırçoka dolayıram və ikisini birlikdə çıxardıram. Davam edirəm. Bundan sonra indi birini toxudum və 8 dəfə də hörükləri buradan yox, bu arxadan, buradan toxuyacağam. İndi buradan qırçokumu salıram və sapı çıxardıram və ikisini birlikdə toxuyuram. Bu qaydada 9 sıx iynəm olacaq. İndi demək olar ki, 1, ikisini toxudum, üçüncünü də toxuyuram, 4, 5, 6, 7, 8 və 9 sonuncu. Toxudum. Bundan sonra sapları biraz içəriyə qatlayıram. Ayağın forması alınsın deyə. İndi ilmələri 9 ilməm var burada. Bunları, bu 9 ilməni sadə şəkildə sıx iynə toxuyaraq 5 sıra toxuyacağam. Toplam 5 sıra olacaq. İndi bir sırasını toxumuşam, qalıb 4 sırası. Burada bir sıranı tamamlamışam deyə. Bura mən sapla ayrıcı qoyuram ki, sıranı itirməyim. Və davam edirəm toxumağa. Bu birinci ilmədən başlayıram. Buradan başlayaraq sıx iynə toxuyuram. Normal qaydada hər ilmənin üzərindən bir sıx iynə toxuyuram. Bu ayrıca gəldim, çatdım və bura qədər 9 sıx iynəm oldu. Bu qaydada toplamda 5 sıra toxuyuram. Bir ikisini toxudum, indi isə üçünü toxuyuram.
5 sıranı tamamladım. Gördüyünüz ayrıca qədər gəldim çatdım. İndi isə bu ayrıcın tam üzərindən bura bir sürüşdürmə edirəm. Sapı çıxardıram və bu tərəfdən də ilmənin içindən keçirirəm. Daha sonra bir zincir alıram və sapımı kəsirəm. Sapı biraz uzun kəsirəm. Daha sonra onunla ayaq hissəsini tikəcəm. Ayrıcı da götürürəm içərisindən. İndi isə keçirəm qolunu toxumağa. Bu ayağı indi isə qolunu toxuyuram. Qolunu da sehirli halqa vasitəsilə toxuyacağım. İlk öncə sehirli halqa üçün sapımı belə qatlayıram. Ayaqda olduğu kimi. Kırçokumu buradan salıram və arxadan ilməni çıxardıram. Bir zincir toxuyuram. Daha sonra bu halqanın içərisinə 8 ədəd sıx iynə toxuyuram. Ayaqda 9 ədəd toxumuşduq. Qol üçün 8 ədəd toxuyuruq. 1 2 3 və 8. Sapımı dartıram. Daha sonra ayaqda olduğu kimi burada da buradan yox, buradan kırçokumu salıram. Bir daha göstəreyim. Buradan kırçokumu salıram və ilməni arxadan çıxardıram və buradan keçirirəm. Yenə həmin yerə ayaqda olduğu kimi bu hörüyün arxa hissəsindəki yerdən, bu hörüyün arxadakı yerindən kırçokumu salıram. Və ilməni buradan çıxardıram. Kırçokumda 2 yem oldu və sapı bir daha dolayıb ikisini birlikdə çıxarıram. Davam edirəm. Bu sırada da ayaqda olduğu kimi ilmələrin arxasından sıx iynələr toxuyuram. Birini toxudum. İndi isə keçirəm ikincini toxuyuram. Davam edirəm. 3 4 5 6 7 və sonuncu 8. Yenə də sapları çevirirəm. Toxuduğum ilmələri çevirirəm və ikinci sıraya keçirəm. Bu hissədən sonraki ikinci sıraya. Yenə də burada ayrıcıdan istifadə edirəm. Yenə də buradan, bu ilmədən kırçokumu salıram. Bir sıx iynə toxuyuram. Davam edirəm. Yenə də buradan bir sıx iynə toxuyuram. Bu qayda ilə 3 sıra sıx iynə toxuyuram. Daha sonra bir dəfə əksiltmə edəcəm. İndi 3 sıra sıx iynə toxuyum, qayıdım. 3 sıra toxudum və ayrıcıma gəldim, çatdım. Bu tərəfə keçirirəm ayrıcı. İndi isə burada əksiltmə edəcəm. Əksiltməni bu qaydada edirəm. Bu hörüyün bu tərəfə düşən hissəsindən, önə düşən hissəsindən kırçokumu keçirirəm. Daha sonra onun yanındakı yerdən də kırçokumu keçirirəm. Arxadan sapı dolayıb kırçokuma çıxardıram. Və bu iki ilməni birlikdə götürürəm. Daha sonra 1 2 sıx iynə toxuyuram. Yenə də burada əksiltmə edirəm. Burada da yenə önə düşən hissələrindən kırçokumu salıram. Bu tərəfdə də önə düşən hissədən kırçoku salıram. Və arxadan sapı çıxardıram. İkisini birlikdə toxuyuram. Qalan burada 2 ilməni də sıx iynə olaraq toxuyuram. 1 2. Bu ayrıca çıxardıram. Bura bir sürüşdürmə edirəm.
Bir ilmə də buradan çıxardıram və sapını kəsirəm. Beləcə qolu da artıq hazır olur. Sadəcə qalır dırnaqlarını toxumaq. İndi isə dırnaqlarını toxuyaq. İlk öncə ayağının dırnaqlarını toxuyuram. Bitirdikdən sonra toxuyanda məncə çətin olur. Tamam əvvəldən hazırlayanda daha yaxşı olur. Bu bitirdiyim hissəni arxada qoyaraq bu ön hissəsindən bu qalan ilmələr var idi. Bunların üçünü biz dırnaq üçün istifadə edəcəyik. Belə göstərim daha dəqiq. İndi mən buradan birincidən qıcıqımı salıram. Əvvəlcə sapı bir ilmə alaraq belə bu qaydada bu hissədən keçirirəm. Daha sonra bura 1-2 zincir toxuyuram. Eyni yerə bir sürüşdürmə edirəm. Baxın, eyni yerə bir sürüşdürmə edirəm. Və sapı ilmənin içərisindən keçirirəm. Daha sonra onun yanındakı yerdən eyni qayda ilə qıcıqımı salıram, sapı çıxardıram və bir sürüşdürmə edirəm. Buradan da 1-2 zincir alıram və yenə eyni yerə bir sürüşdürmə edirəm. Sapı digər ilmənin içərisindən çıxardıram. Davam edirəm yenə onun yanındakı yerə, bura. Baxın. Bura. Qıcıqımı salıram. Yenə ilməni buradan çıxardıram, sürüşdürmə edirəm. 1-2 zincir toxuyuram. Yenə eyni yerə bir sürüşdürmə edirəm. Sonra sapı bir dəfə də ilmənin içərisindən keçirirəm və biraz saxlayıb kəsirəm. Belə. Bu ilmələri qıcıq vasitəsilə ayağın içərisindən keçirirəm. Digər ilməni də buradan keçirirəm. İçəridə bu ağ ilmələri, ağ sapları düyümləyirəm. Biraz sıxıram, ancaq çox sıxmayın. Çox sıxsanız bu tərəfi büzülər. Biraz sıxıram və baxıram, görüm normal görsənir. Aha, indi bir dəfə də düymə atıram. Və sapı kəsirəm. İndi isə bunun içərisinə biraz silikon doldururam. Çox az miqdarda. Çox olsa çıxardacağım. Birazdan çıxardım. Sadəcə ayaq üçün mən silikondan istifadə edirəm. Biraz şax dursun deyə. Ayaq hissəsi artıq hazır. Qolu da eyni qaydada ilmələr çıxardaraq buradan, bura arxada qalacaq. Buradan ilmələr çıxardaraq 1, 2, 3. Buradan ilmələr çıxardaraq eyni qaydada dırnaqlarını toxuyuram. Ayağın və əllərinin dırnaqlarını da bitirdim. İndi isə keçirəm gözünü toxumağa. Göz üçün də sihirli halqadan istifadə edəcəm. Sapı qatlayıram. İlməni çıxardıram və bir zincir toxuyuram. Göz üçün 8 ədəd sıx iynə toxuyacağım sihirli halqanın içərisinə. 1, 2, 8 ədəd toxudum. İndi bu boşluğun içərisindən gözü keçirirəm. Daha sonra bu sapı dartıram.
Davam edirəm. İndi bura ilk zincir aldığım yerin üstünə bura baxın, bura küçüğümü salıram və bir sürüşdürmə edirəm. Ağ sapla göstərmək biraz çətindir, amma əlimdən gəldiyi qədər göstərməyə çalışacağım. Bu kənar hissəsindən mən ilmələrin içərisindən buradan tam salıram küçüğü və arxadan ilməni götürürəm və bu ilmənin içərisindən keçirirəm. Bu qayda ilə ətrafını sürüşdürmələr edərək toxuyuram. Yenə də buradan salıram və ilməni çıxardıram. Buradan da belə keçirirəm. Hər ilmənin içərisindən eyni qayda ilə sürüşdürmələr edirəm. Mən davam edirəm, sürüşdürmələrimi edirəm. Yeddi sürüşdürmə etmişəm və sonuncu sürüşdürməni də edirəm. Sapı kəsirəm. Və arxa üzdən küçüğümü salaraq sapı çıxardıram. Arxada sapları bir-birinə, bu ağ sapları düyümləyirəm. Gözün arxa hissəsini bağlayıb yandırıram. İndi isə 5 sapla eyni qaydada sihirli halqanın içərisinə 8 sıx iğnə toxuyuram. Toxudum və sapımı dartıram. Bu ilmənin başından buradan küçüğümü salıram və bura sürüşdürmə edirəm. Toxuduğum bej rəngdə olan hissənin arxa üzünü çevirirəm. Və bu ağ hissəsini bir-birinə tikəcəm. Bayaq bu hissəni mən sürüşdürmə etmişdim. İndi o sürüşdürmə etdiyim yerin arxasında olan ilmələri, bu ilmələri bej olan toxuduğuma birləşdirəcəm. Bunun üçün küçüğü bu ağ sapın arxasından buradan ilmələrdən salıram və sapı buradan keçirirəm. Və bir zincir alıram, davam edirəm və onun yanında olan bu iki ilməni və arxada olan 5 toxuduğum hissənin 2 ilməsini birlikdə keçirirəm və bir sıx iğnə toxuyuram. Davam edirəm. Biraz bu hissəsini boş toxsaz yaxşı olar. Davam edirəm və hər 2 ilməni buradakı və arxa üzdə olan 2 ilməni birlikdə toxuyuram. Və sıx iğnə edirəm. Davam edirəm. Sonuncu sıx iğnəni də toxudum. İndi isə bu başda bir zincir aldığım yerin üstündən küçüğümü salıram və sapı oradan çıxardıram. Bir dəfə də zincir alıram və sapı kəsirəm.
Bu qaydada gözlər də hazır olur. Siz istədiyiniz kimi bu göz hissəsini toxuya bilərsiniz. Biraz elə bil göstərəndə çətinlik oldu. Tam istədiyim kimi aydın göstərə bilmədim. Əvvəl aldığım 8 sıx iynəni eyni qaydada bej rəngdə də edib, sonra onları bir-birinə kley vasitəsilə yapışdıra da bilərsiniz. Sizin üçün belə çətin görsəndisə. Davam edirəm indi isə gövdəni toxumağa. Gövdəni də toxumağa sehirli halqa ilə başlayıram və sehirli halqanın içərisinə 6 ədəd sıx iynə toxuyuram. Sapı da artıram. Bu hissəyə yenə ayrıcı sapımı qoyuram. Davam edirəm. Bura gördüyünüz bu ilmənin içərisindən buradan baxın, buradan küçüğümü salıram və bura 2 dəfə sıx iynə toxuyuram. Davam edirəm. Hər sıx iynənin üzərinə 2 dəfə sıx iynə toxuyaraq artırma edirəm. Bayaq 6 sıx iynəm var idi. İndi hər sıx iynənin üzərinə 2 dəfə artırma edirəm deyə artıq olacaq 12 sıx iynə. Sonuncu artırmamı da etdim. Bu ayrıcı sapımı keçirirəm arxa hissəyə. Davam edirəm. İndi bayaq hər sıx iynənin üzərinə 2 dəfə sıx iynə toxumuşdum. İndi bir ədəd sıx iynəni olduğu kimi toxuyuram. Yəni bir sıx iynə. Onun yanındakı yerə 2 dəfə sıx iynə toxuyuram. 1, 2. Yəni bir ötürüb, bir artırma edirik. Bir toxudum, bir artırma etdim. İndi bir dəfə sıx iynə toxuyuram. Onun yanındakı yerə bir dəfə artırma edirəm. Bu sıra sonunda da 18 sıx iynəm olacaq. Artırma etdim, bir dəfə toxudum və yenə artırma edirəm. Bir dəfə toxuyuram və bir dəfə artırma edirəm. Sonuncu artırmamı da edirəm. Bu ayrıcı sapı ön hissəyə keçirirəm. Davam edirəm. 1, 2, 3-cü sıramı bitirdim və 4-cü sıradayam. 4-cü sırada 2 dəfə toxuyacağım, bir dəfə artırma edəcəm. Yəni 2 dəfə sıx iynəni toxuyuram. 1, 2 sıx iynəni toxudum. İndi bura artırma edirəm. Yenə də sıra sonuna qədər 1, 2 sıx iynə toxuyuruq, bir dəfə artırma edirik. Sıra sonuna qədər bu qayda ilə artırmaları tamamlayın. 4-cü sıranı da tamamladım. Bu sırada oldu 24 sıx ilmə. İndi davam edirəm. Yenə də buradan toxumağa və 3 sıx iynə toxuyacağım bu dəfə. 3 sıx iynədən sonra 1, 2, 3 sıx iynədən sonra bir dəfə artırma edirəm. Bu qayda ilə də bu sıranı tamamlayıram. Yəni 3 dəfə sıx iynə toxuyuram. Ard-arda 1, 2 və 3. Daha sonra bir dəfə artırma edirəm. Eyni yerə 2 dəfə sıx iynə toxuyuram. Bu qayda ilə də bu sıranı tamamlayıram. 5-ci sıramı da bu qayda ilə tamamladım. 3 dəfə sıx iynə toxudum, bir dəfə artırdım. 3 sıx iynə, bir artırılma. İndi bundan sonra 6, 7, 8-ci sıranı 30 ilmə olaraq, indi hal-hazırda burada kənarda 30 sıx iynə var. Yəni o 30 sıx iynəni 3 sıra heç nə etmədən, yəni artırma etmədən, əkizdirmə etmədən düz qaydada toxuyacağım.
3 sıra bu qayda ilə heç nə etmədən sıx iynələr toxuyuram və qaydıram. 3 sıranı tamamladım. İndi isə əksiltmələr edəcəm. Bunun üçün 3 sıx iynə toxuyuram. Daha sonra bu hörüyün ön hissəsində olan tərəfdən kurçokumu salıram buradan. Və onun yanındakı hörüyündə ön hissəsində olan tərəfindən kurçokumu salıram. Və arxadan sapı dartaraq ikisinin içərisindən keçirirəm. Və bu iki ilməni birlikdə toxuyuram. Yenə 3 sıx iynə toxuyuram. Yenə də bu hörüklərin ön tərəfindəki ilmələrin içərisindən kurçokumu keçirirəm və əksiltmə edirəm. Yenə 1, 2, 3 sıx iynə toxuyuram və əksiltmə edirəm. Bu qayda ilə də bu sıranı tamamlayıram. 9-cu sırada 6 dəfə əksiltmə etdim və 24 sıx iynə oldu. İndi 10-cu sıradayam və 10-cu sırada 2 sıx iynədən sonra bir dəfə əksiltmə edəcəm. 1, 2 dəfə sıx iynə toxuyuram. Daha sonra eyni qaydada bu ilmələrin ön tərəfindən, sapların içərisindən sapı keçirirəm və bir sıx iynə toxuyuram. Yenə 1, 2 sıx iynə toxuyuram və bir əksiltmə edirəm. Bu sırada isə artıq olacaq 18 sıx iynə. 10-cu sıranı da belə tamamlayıram. 11-ci sıraya keçməmişdən öncə içərisini biraz doldururam və bu mili içərisinə yerləşdirirəm. Daha sonra əksiltmə edəcəm və yerləşdirmək çətin olacaq. Onun üçün içərisini biraz doldururam. Bu milin mən bu hissəsini dairəvi şəkildə edib, burasına isə skoç vurmuşam. İndi isə bunu içərisinə yerləşdirirəm. Və içərisini yenə də doldururam. Biraz doldurdum. Mən əksiltmələr edib yenə də içərisini dolduracağım. 11-ci sırada 2 ilmədən bir yox, 1 ilmədən bir əksiltmə edirik. Yəni bir sıx iynə toxuyuruq. Bir dəfə əksiltmə edirik. Bir sıx iynə toxuyuruq. Bir dəfə əksiltmə edirik. Bu qayda ilə də bu sıranı tamamlayıram və burada olan 18 sıx iynəni 6 dəfə əksiltmə edərək 12 sıx iynəyə çatdırıram. 11-ci sıranı tamamladım. İndi isə 12-ci sıranı toxuyacağım. Onu da qeyd edeyim ki, mən içərisini biraz daha da doldurdum, möhkəmlətdim. İndi hər iki sıx iynəni birlikdə götürərək əksiltmə edəcəm. Bir və ikinci ilmələri birlikdə götürürəm. Bu qaydada da sıra sonuna qədər toxuyuram. Sıra sonuna qədər toplamda 6 dəfə əksiltmə edirəm və sonda 6 sıx iynəm qalmış olacaq. İndi mən bu sıranı da tamamlayım. 12-ci sıranı tamamladım və bu sapı çıxardıram buradan artıq. Bu sırada mən 13-cü sırada qolları birləşdirəcəm. Bu
dırnaqları üst hissəyə gələcək şəkildə buradan öndən və arxadan qıcıqımı keçirirəm və buradakı ilmənin içərisindən sapı çıxardıram və hər iki tərəfdən keçirirəm. Bir sıx iynə toxuyuram. Bir dəfə də buradan yox, onun yanındakı yerdən, öndən və arxadan qıcıqımı keçirirəm və bir sıx iynə daha toxuyuram. Buradan ilməmi iki tərəfdən də çıxardıram və burada da bir sıx iynə toxuyuram. Bir qolu birləşdirdim. İndi keçirəm ikinci qola. Burada arada bir sıx iynə toxuyuram. Digər qolu da bura birləşdirirəm. Yenə də dırnaqlar üst hissədə qalacaq şəkildə. Buradan ön hissəsindən qıcıq salıram və arxa tərəfdən çıxardıram. Buradan ilməmi alıram və iki tərəfdən çıxardıram və sıx iynə toxuyuram. Yenə onun yanındakı yerə buradan qolun kənar hissəsindən qıcıq salıram. Öndən və arxadan çıxardıram. Bir sıx iynə daha toxuyuram. Davam edirəm. Bir sıx iynə də bu orta hissəsindən toxuyuram. Qol hissələrini birləşdirdim. İndi burada mənim 6 sıx iynəm var. Bu 6 sıx iynəni tam 45 sıra heç nə etmədən bu milin ətrafında sıx iynə şəklində toxuyuram. Beş sıra düz qaydada bu 6 ilməni tamamlayım. Boğaz hissəsini bitirib qaydıram. 45 sıranı tamamladım. İndi isə baş hissəsini toxuyacağım. Bir də onu qeyd etmək istəyirəm ki, içərisinə mil qoyub toxuyarkən biraz çətin olur. Bacardığım qədər göstərməyə çalışdım nəyi necə etdiyimi. İndi isə baş hissəsini toxuyacağım. Burada mənim 6 sıx iynəm var sıra başında. İndi mən buradan artırmalar edəcəm. Hər ilməyə 2 sıx iynə toxuyacağım və 12 sıx iynəm olacaq baş üçün. İlk öncə bura mən bir ayrıcı qoyuram bayaqki qaydada. Başlayıram artırmalar etməyə. Bir sıx iynənin üzərinə 2 sıx iynə toxuyuram. Yenə də onun yanındakı yerə də eyni qayda ilə 2 sıx iynə toxuyuram. Bir və 2.
Demək olar ki, buradan baş hissəsinin birinci sırasından artırmalarını etdim. İndi isə ikinci sıranın artırmasını edəcəm. Burada da mən eyni qayda ilə hər sıx iğnənin üzərinə 2 sıx iğnə toxuyaraq burada da artırmalar edəcəm və toplamda burada 24 sıx iğnəm olacaq. Hal-hazırda 12 sıx iğnə var və hər sıx iğnənin üzərinə 2 dəfə sıx iğnə toxuyacağam. Beləcə 24 sıx iğnə olacaq. Birinci artırmanı etdim. İndi isə ikinci artırmanı edirəm. Bu sıranı da bu qaydada tamamlayıram. İkinci sıranın artırmalarını da etdim. İndi isə mən bu 24 sıx iğnəni 4 sıra düz qaydada artırma və ya əksiltmə etmədən toxuyacağam. Daha sonra əksiltmələr edəcəm. İndi isə bu sıx iğnələri 4 sıra tamamlayıb qayıdıram. 4 sıranı tamamladım. İndi isə əksiltmələr edəcəm. Necə ki, bu tərəfdə hər ilmənin üzərinə 2 dəfə sıx iğnə toxumuşdumsa, indi isə hər 2 ilməni birlikdə götürərək 2-2 əksiltmələr edəcəm. Yəni, birinci əksiltməm əvvəl göstərdiyim qaydada 1 və onun yanındakı 2 ilməni də birlikdə götürürəm. Əksiltmə edirəm. Hər 2 ilməni birlikdə götürərək əksiltmələr edirəm. Toplamda 24 sıx iğnə var idi. Hər 2 ilməni birlikdə götürərək əksiltmə edəcəm və 12 sıx iğnə olacaq. Bundan sonraki sırada da yenə hər 2 ilməni birlikdə götürərək əksiltmə edəcəm və 6 sıx iğnəm qalacaq və baş hissəsini də tamamlayacağım. Bu gördüyünüz mili də içəri əyəcəm. Bu sıranı bu qaydada tamamlayım. Əksiltmələri də etdim. Mili içəridə əydim və indi içərisini biraz doldururam. İçərisini biraz doldurdum. İndi isə sonuncu əksiltməni də edirəm. Hər 2 ilməni birlikdə götürürəm və 12 sıx iğnəni 6 sıx iğnəyə endirirəm. İçərisini biraz da doldururam. Artıq kifayət qədər içərisi dolub. Tamamlayıram əksiltmələrimi. Sonuncu əksiltməni də etdim və baş hissəsi də tamamlandı. İndi isə bir zincir alıram. Sapımı kəsirəm. İğnə vasitəsilə bu baş hissəsini də bağlayıram. Buralardan, bu aralardan iğnəni keçirirəm. Və sapı dartıram. Baş hissəsi də tamam olur. İndi isə keçirəm burun hissəsini toxumağa. Ondan sonra ağzını və dişlərini əlavə edəcəm. Gözlərini qoyacağım və ayaqlarını əlavə edəcəm. Baş hissəsini bağladım və sapı içəridə gizlətdim. İndi isə burun hissəsini toxuyuruq. Yenə də sihirli halqadan istifadə edəcəm. Sapı qatlayıram. Halqanın içərisinə 7 ədəd sıx iğnə toxuyuram. Sapı dartıram və sürüşdürmə edərək sıranı bağlayıram. Sapı dartıram və kəsirəm. Biraz uzun kəsirəm çünki bu sapla burnunu tikəcəm.
İndi isə mən gözlərini tikirəm. İlk öncə bir gözünü tikim, digərini də birlikdə tikək. Gözün birini və ayaqlarını tikdim. İndi isə digər gözü birlikdə tikəcəyik. O gözlə yan-yana gələcək şəkildə yuxarıdan hizalayıram. İlməmi oradan salıram. Digər tərəfdən çıxartdım iynəni. İndi isə bu tərəfdən, buradan yenə də iynəni keçirirəm digər tərəfə. Biraz aşağısından iynəni salıram və buradan keçirirəm. Yine eyni yerə iynəni salıram və biraz aşağısından keçirirəm. Baxın, bu sıramı belə bura qədər. Yenə də buradan yox, indi isə buradan iynəni keçirirəm və eyni yerdən salıram. Və arxadan digər gözünün sapını buradan çıxartmışdım. Yenə də mən oradan sapı çıxardıram. Burada düğümləyirəm. Biraz saxlayıb sonra kəsirəm. Bu qalan hissəni də içəridə gizlədirəm. Gözlər də artıq hazır. İndi isə burun hissəsini tikirəm. Burun hissəsini bu arxasında olan yeri kəsmirəm. Çünki bununla daha sonra düyüm atacağım. İndi isə burnu biraz yuxarı hissədən buradan, bu aşağıdan belə saysam 1, 2, 3, 4, dördüncü yer boş qalacaq şəkildə belə buradan başlayıram tikməyə. Tam ortalayıram və tikirəm. İndi isə bu sapları da düğümləyirəm. Daha sonra gözlərdə olduğu kimi biraz saxlayaraq kəsirəm və içəridə gizlədirəm. Burnunu tikdim. İndi isə ağız hissəsini tikirəm. Qara sapdan istifadə edəcəm. Arxadan buradan ortadan iynəni salıram. Burnun bu kənar hissəsindən buradan çıxardıram sapı. Biraz arxada saxlayıram. Sanki belə forma verəcəkmiş kimi gətirirəm və burnun digər hissəsindən keçirirəm. Buradan. İndi isə bu aşağıdan buradan iynəni çıxardıram. Sapın altından buradan iynəni salıram və digər tərəfdən buradan çıxardıram. Sap altta qalsın amma. Daha sonra buradan da iynəni salıram və eyni yerdən buradan digər sapın yanından çıxardıram.
İndi isə dişlərini hazırlayaq. Dişin birini uzun, digərini isə biraz ondan gödə edəcəm və bu kənar hissədən saldırmaq istəyirəm. İlk öncə bunun üçün sapla ilmə alıram. Daha sonra 1, 2, 3, 4 zincir çəkirəm. Sonra bu sonuncu yox, onun yanındakı yerə bir sıx iğnə toxuyuram. Ardınca onun yanındakı yerə də sıx iğnə toxuyuram. Sonuncuya da bir sıx iğnə toxuyuram. Bu uzun olan hissəsi davam edirəm. 1, 2, 3 zincir də alıram. Yenə də onun yanındakı yerə bir sıx iğnə edirəm. Burada bir sıx iğnə edirəm. Dişlər də artıq hazırdır və bir zincir alıram və sapı biraz uzun saxlayaraq kəsirəm. İndi isə bu dişləri bura tikirəm. Bu orta hissəsindən də sapı keçirirəm. Buradan. Bu iğnəni çıxartdığım yerə yenə də sapı salıram və arxadan bir boşluqdan çıxardıram. Bu tərəfin sapını da yenə eyni yerdən çıxardıram. Və nəhayət ki, CD toxudum, bitirdim. Belə alındı. Necə görsəniz, rəylərdə qeyd etsəniz çox sevinərəm. Ayrıca mən burluq üçün olan versiyasında toxumuşam. Bu versiyasında biraz fərqli ilmə saylarından istifadə etmişəm. Kimsə istəsə, yorumlarda qeyd etsə, köməklik edə bilərəm ona da. İndi isə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.